Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olması üçün hər şeydən əvvəl Naxçıvan Muxtar Respublikasının deputatı olmaq lazımdır. Bəli. Deputatın olması üçün hər şeydən əvvəl onun seçilməsi lazımdır. Ona görə axı bu seçki məsələləri durur. Sadəcə olaraq bu imkanlar. Çünki digər tərəfdən isə Azərbaycan... Yəni deyirsiniz ki, Qubalı, Lənkəranlı və yaxud da Yevlaxlı gedib orada namizədini versə, Naxçıvan olsa seçməyəcəkdir onu. Burada nə var ki? Amma bu maddənin qalıb qalmasının nə əhəmiyyəti var? Belə demək istəyirsiniz. Ben deyirəm bu, amma biz vətəndaşımıza hüquqi imkanı tanımalıyıq. Ona məhdudiyyət qoya bilmərik ki, sən əgər tutaq ki, Gəncədə yaşayırsansa, Gəncə Naxçıvanda deputat ola bilməsin. Niyə o imkanı verməməliyik ona? Bu baxın. Niyə o imkanı verməliyik ki? Gəncəli necə Naxçıvanda deputat olmalıdır? Naxçıvanlı gedib Gəncədə bələdiyyə üzvü ola bilər? Ola bilər. Bələdiyyə ilə, xahiş edirəm, bax indi, siyasi hakimiyyətlə yerli özünü idarə edilməni fərqləndirmək lazımdır. Yerli özünü idarə, bələdiyyə yerli özünü idarə etmə hakimiyyətidir. Onun siyasi hakimiyyət deyil və bu baxımdan da və yaxud mərkəzi hakimiyyət deyil. Ona görə də bunu biraz fərqləndirmək lazımdır və biz burada bunu məsələyə diqqət edin. Digər tərəfdən, hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının yaşayış tələblərinin, o 5 illik yaşayış tələblərinin aradan qaldırması Naxçıvan dövlət idarə etməsi üçün peşəkar potensialına xidmət edir və regionun inkişafına yeni imkanlar da yarada bilər. Digər tərəfdən, peşəkar fəaliyyət, fikrinizi davam elətdirəsiniz, üzr istəyirəm. Fikrinizi davam elətdirəsiniz, xahiş edirəm, üzr istəyirəm, Əvlanı da. Niyə siz hesab edirsiniz ki, Naxçıvanda peşəkarlar yoxdur, Ali Məclisin sədrini seçilmək üçün və mütləq mərkəzdə hansısa bir peşəkar mən onu heç vaxt demirəm. Söhbət ki, Naxçıvan Azərbaycan cəmiyyətinə, Azərbaycan dövlətinə çox böyük peşəkarlar təqdim etmiş bir məkandır. Və indi bunu və orada yüksək səviyyəli şəxslər. Amma məsələ burasındadır ki, onların... Məclis sədri olmağa layiq peşəkarların çoxu elə oradadır. Bir çoxları da gəlir Bakıya. Bakıya gələndən sonra o 5 illik müddət ərzində deyir ki, orada olmaz, gedib namizədliyin verə bilməz. Siz bilirsiniz, bu da var da. Bakıya gəlir... Yəni, Bakıda yaşayan Naxçıvanlardan söhbət edir, elə mi? Məsəlsidir. Yəni, demək istəyirsiniz ki, biz Bakıda yaşayan Naxçıvanlara yol açırıq ki, gedib orada deputat ola bilsinlər, Ali Məclisin sədri ola bilsinlər. Mən burada biraz ben burada bütün Azərbaycan vətəndaşlarından söhbət gedir. Çünki əgər vətəndaş Azərbaycan vətəndaşıdırsa, regionda yaşama müddəti ilə bağlı məhdudiyyə demokratik legitimliyi məhdudlaşdırır. Bu belədir də, bilirsin. Mənim pasif seçmək hüququm var, seçilmək hüququm var. Niyə mənim o hüququm məhdudlaşdırır? O başqa bir məsələdir ki, Naxçıvanda yaşayan əhali buna razı olacaq, olmayacaq onlarındır. Seçim haqqı onlarındır. Seçim Naxçıvanlardır, bəli. Səs verməyəcək, seçilməyəcək. Bir də bu seçilmək hüququ ümumi vətəndaş hüququdur. Bu təkcə, belə deyək ki, Naxçıvanda yaşayan və Lənkəranda yaşayan və yaxud da ki, Gədəbəydə yaşayana aid deyil bu seçki.